Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James Vance'in Bakıya səfəri Azərbaycan-Amerika münasibətlərinin inkişafında mühüm siyasi və geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Münasibətlərin inkişafının əsas göstəricilərindən biri Prezident Donald Trump'ın Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə verdiyi açıq dəstəyidir. Bunun ən bariz nümunəsi ötən il 8 avqust tarixində ölkəmiz üçün strateji dönüş nöqtəsi olan Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan razılaşmalarıdır. Vance'in Bakıya səfəri bu prosesə yeni dinamika qazandıra və ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxara bilər. Səfər zamanı hansı mövzular müzakirədə olacaq, hansı mövzular gündəliyə çıxarılacaq? Rüstəm Mikayılzadənin süjetində. Bakı-Vaşinqton əlaqələrində yeni xətt. ABŞ-nin vitse-prezidenti James David Vance sabah Azərbaycana gəlir. Trump'ın ötən il prezident vəzifəsinə başlaması ilə iki ölkə arasında əlaqələr yeni mərhələyə keçib. Xüsusilə TRIP layihəsi Azərbaycanın dünya nəhəngi ilə münasibətlərində mühüm rol oynayır. Vance'in səfəri zamanı kommunikasiyaların və iqtisadi əlaqələrin inkişafı əsas müzakirə mövzuları olacaq. Xüsusilə 18 illik fasilədən sonra Birləşmiş Ştatların yenidən vitse-prezident səviyyəsində səfər etməsi, regionda yaranmış yeni siyasi reallıqların təqdir olunması və xüsusilə Azərbaycanın yaratdığı status quo üzərində öz mövqeyini möhkəmləndirmək üçün əməkdaşlıq imkanlarını dərinləşdirməyi nəzərdə tutur. Hesab edirəm ki, Birləşmiş Ştatların regiona yönəlik, yəni həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya yönəlik strategiyasında Azərbaycan mərkəzi yer tutur. Əvvəlki illərdən fərqli olaraq Trump administrasiyası dövründə təmaslar artıb. Ötən ilin avqustun 8-də Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq xaritəsinin hazırlanması üçün strateji işçi qrupu yaradılıb. Sənədin hazırlanması üçün verilən 6 aylıq müddət başa çatmaq üzrədir. Daha sonra Misirdə və İsveçrənin Davos şəhərində liderlər arasında görüşlər və dialoq baş tutdu. Paralel olaraq Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trump arasında məktublar və telefon zəngləri də intensivləşib. Bütün təmaslarda liderlər sülhün və təhlükəsizliyin təmin olunmasında hər iki tərəfin səylərini yüksək qiymətləndiriblər. ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesində rolu, yəni bu prosesin ancaq bir tərəfidir. Yəni eyni zamanda, yəni ölkəmiz ABŞ-la siyasi, iqtisadi, strateji münasibətlərin bir çox müstəvilərində progres nail olmağa iddialıdır. Vaşinqtondan da, yəni Cənubi Qafqaz regionuna və xüsusilə Azərbaycana böyük bir diqqət var. Yəni demək olar ki, 2000-lərin ortalarından görmədiyimiz bir diqqət. TRIP marşrutu dövlət daxili, dövlətlər arası və beynəlxalq əhəmiyyəti ilə diqqəti cəlb eləyir. Xüsusilə beynəlxalq əhəmiyyət dedikdə Mərkəzi Asiyadan Azərbaycan üzərindən keçməklə və Türkiyə üzərindən Avropaya, eləcə də Aralıq dənizinə yönəlmiş biz ixrac marşrutunu nəzərdə tuturuq. Beləliklə, TRIP marşrutunun orta dəhlizin vacib segmenti kimi üzərinə götürdüyü funksiyanın Birləşmiş Ştatlar tərəfindən praktik olaraq istifadə olunacağını göstərir. Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini, xüsusilə nüfuzlu şirkət rəhbərlərini qəbul edərkən Bakı ilə Vaşinqton arasında iqtisadi ticari əlaqələrin vacibliyi bir daha ön plana çıxıb. Yaxın zamanda ölkələrin iqtisadi münasibətləri inkişaf etdirəcək. O cümlədən birgə layihələrdə əməkdaşlıqda yeni səhifələr açacağı gözlənilir. Trump marşrutunun Zəngəzur dəhlizinin işə düşməsi ilə bu əlaqələrin məzmunu daha da zənginləşəcək.